Bu keçən ildən qalma qabarmış pətəkdir. Bu hissəyə yumurta atılıbdır ya, bir qədər qaralıb. Bu cür pətəkləri saxlamağın bir neçə yolu var. Yəni mum güvəsi asanlıqla düşür. Hələ bu biraz rəngi ağdır. Bundan da daha tütürəkli olanlar var. Mum güvəsi məhv edir. Hatta yüksək aşağı temperaturda, mənfi temperaturda soyuqda saxlayırlar. Streç cığaraya büküb saxlayırlar bunu. Lakin mən bunu duzlu su ilə püskürtmə etdim keçən il. Və açıq havada saxladım. Açıq hava deyəndə yəni korpusların içərisindən qoyub ayrıca saxladım və mum güvəsi düşməyib hələ də. Üstündə olan bu kristallarda duzun təsiridir. Amma bunu arıya bu cür vermək olmaz. Çünki duzlu gözləri arı heç vaxt yumurta atmaz, bal yığmaz. Bunun üçün bunu mütləq şəkildə suyun altında bu şəkildə yüngülcə təmizləmək lazımdır. İçərisinə su dolsun. Su bunun duzunu yuyub aparacaq. Yəni o göstərim ki, hal-hazırda gözləri isə su ilə doludur, amma axmır. Amma bir silkələdikdə ancaq axır. Bunu bir qabın içərisine salıb çıxarmaq da olar. Sadəcə hələ ki 2-3 dənə pətək lazımdır ya. Onu eləmirəm. Yuduqdan sonra bir qədər gözdə şərbət püskürdürük ki, arıların içərisinə qoyduqda yeşil içərisinə arılar girib bunu təmizləməyə başlasınlar. Və içərisində az da olsa duz qalıntısı qalsın, bu püskürtdüyümüz şərbətin hesabına arılar onu təmizləyəcəklər. Üzür.